Güvənirik Allah ilə şeytandan müraciət etmişdən, ismi ilə Allahın, Rəhmanın, Rəhimin. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Aqibət xeyr Allahdan qorxanlar üçündür. Allahın salamı, sülhü, əmin-amanlığı, xeyri, bərəkəti, ibadəti, islahatı olsun. İnanıb əməllərini islah edən bəndələrinin üzərində. Allahın lənəti olsun, Allahın düşmənlərinin üzərində və inananların düşmənlərinin üzərində bu gündən axirətin gününə qədər. Amma sonra. Xoş gördük sizləri, əziz İbrahim oğulları, ey adam oğulları və bu yayına qoşulan tamaşaçılar. Allahın rəhmətin, bərəkətin, sülhün, əmin-amanlığın diləyirəm üzərinizə təslimdən. Mən Kazım İbrahim oğlu, bugün şükürlər olsun Allaha ki, bir daha sizinlə görüşə gəlmişəm. Bu Allahın izni ilədir və Allahın yardımı ilədir. Çünki mən bundan qabaq Allah Quranda da söylüyor ki, qafillərdən idim. Mən bilmirdim nədir kitab, nədir iman. Çünki hər birimiz cahillikdən gəlmiş insanlar. Yəni bunun dəfələrlə bu barədə söhbətimiz olur. O mənada ki, heç kim anadan olandan mömin kimi dünyaya gəlmir. Çünki Allah Quranda özü bizə öyrədir ki, biz kamil, qeyri-kamil xilqət oluruq. Sonra biz rəşd halına yetişirik. Yəni, insan bunlardan var ki, müəyyən vaxtlarda, yəni tez dünyadan köçür və bizdən cahil olanlar da var, kamilləşməyə doğru gedənlər də var. Yəni, bu proses, yəni rəşd halına yetişəndən, o həddi buluq halından sonra olur. Yəni, ona görə Allah bizə Bəqərə surəsində 256-cı ayəsində öyrədir ki, dində ikrah yoxdur, ta sizin üçün bəyan olsun, rəşd yol azğın yoldan. Yəni, hər bir insanın həyatında müəyyən məqama gəlib yetişmək yaşı həddi olur ki, onun üçün bəyan olur, rəşd yol azğın yol. Və insanlar da özləri üçün müəyyənləşdirirlər ki, kim hansı yolun arxasınca gedəcək. Necə ki, müəyyən o yetkinlik yaşına çatmaq istəyənlər özləri üçün hər hansı bir sənət, peşə seçirlər və yaxud da hər hansı bir ali məktəbə girməyi necə ki müəyyənləşdirirlər. Eləcə də insanların Allaha imanında müəyyənləşdirmələr olur. Əslində bunların məsuliyyəti bu dindarların üzərindədir. Çünki əgər layiqincə təbliğatı bu insanlar görsələr, təbii ki, onlar da seçimi doğru eləyərlər. Çünki bugün bir vasitə ümmət qaldırıb İbrahim oğulları və bu İbrahim oğullarının övladları da gələcəkdə o seçim qarşısında qalanda, yəni o rəşd yol, azğın yol onlara bəlli olanda, təbii ki, onlar daha yaxşı olan yolu seçmək məcburiyyətində qalacaqlar. Bugün də biz Allahın dinini o formada təqdim eləməliyik ki, sabah onlar bu seçimdə yanılmasınlar. Necə ki, vaxtı ilə mən yanılmışam. Mən istəmərəm ki, mənim övladlarım da mənimki kimi bu seçimdə yanılsın. Təbii ki, sonradan Allah minnət qoydu, bəli, mənə göstərdi bu düz yol hansıdır və mən bugün Allahın dediyi o düz yolun üzərindəyəm, qiymətli dinin üzərindəyəm. Hansı ki, bundan qabaq, bəli, insanların dediklərinə görə mən özümü doğru yolda bilirdim. Ancaq bugün o yolun doğruluğunu Allah mənə şəhadət verir və Allah öz Quranında göstərir ki, hansı yol doğrudur, hansı yol azğın yoldur. Və o mənada, bəli, mən çalışaram ki, istəyərəm ki, çox arzu eləyərəm ki və Allah Quranda bizə öz dualarımızda da öyrədir ki, bizim zürriyyətimizdən islahat üçün ayağa qalxan, zəkat verib başlanan, bəli, o duaları biz eləyirik ki, sabahçı gün bizim arxamızda gələn nəsillər də, yəni bizim xələflərimiz öz sələflərinə oxşasın. Yəni, bugün İbrahimin dinini aparanlar, necə ki, Allah Quranda Yəqub əleyhissalamın oğlanlarına yəni müraciətin və onların cavabı kimi. Çünki bugün İbrahim oğulları da bir ümmətdir. Yəni bu vasitədir ki, bu insanlara o göstərsinlər ki, doğru yol hansıdır, rəşd yol hansıdır, azğın yol hansıdır. Və eləcə də bugün biz
Allahın kitabından olan doğru yolu insanlara göstərmə məsuliyyətindəyik. Və çalışmalıyıq ki, biz bu məsuliyyəti layiqincə daşıyaq ki, çünki sabah onlar yəni o müəyyən mənada o təbliğatın onlar üçün böyük əhəmiyyəti olacaq. Çünki mən vaxtilə kommunist tərbiyəsi almış insanlardan olmuşam və mənə də vaxtilə elə gəlib ki, əslində Allah elə təbiətin özüdür. Çünki bizə o formada təbliğat eləyirdilər, o formada izahatlar verirdilər və biz ona inanmaq məcburiyyətindəyik. Çünki həmin dövrdə, yəni mənə o kommunist əxlaqı aşılanan dövrdə mən o qiymətli dindarlar və yaxud da o izahatları eşitməmişdim ki, özüm üçün ayırd eləyəm ki, bəli, hansı yol doğrudur və yaxud hansı yol səhvdir. Əslində, o kommunist, yəni o Sovet ideologiyasının, o Sovet державasının qarşısında o dindarlar, bəli, çox cılız idilər. Və xariclə əlaqə olmadığına görə də biz başqa yerdə də müsəlmanların hansı vəziyyətdə olması haqqında məlumatımız yox idi. O mənada, yəni mən özümə haqq qazandırmaq istəmirəm ki, yox, o vaxt cahil olmaq daha yaxşı idi və yaxud da mən məcbur idim. Xeyr, çünki mən ən azından bizim evdə ibadət eləyən var idi, anam ibadət eləyirdi və biz seyid bilirdik öz nəslimizi. Yəni mənim babam seyid olmuş. Ancaq yəni mən onların özündə də bir mütilik görürdüm, bir acizlik hiss edirdim. Çünki o dövrdə o insanlar elə idi, mən durub keçmişi mühakimə eləmək gücündə deyiləm. Allah mənə öyrədir ki, onlar bir xələ ümmət idi, getdilər, nə kəsb etdilər özləri üçün. Bəqərə surəsinin 134-141-ci ayələr. Bəli, eləcə də yəni, sözümün canı ondadır ki, yəni o təbliğatın, o nümunənin böyük əhəmiyyəti var. Yəni bugün biz inananlara, insanlara və yaxud da öz övladlarımıza pis nümunə olsaq, gələcəkdə bizim də məsuliyyətimiz olacaq. Çünki Allah bizi o vasitə ümmət qaldırıb ki, insanları dəvət eləyək, xeyrə, pis işlərdən çəkindirək. Ancaq eyni zamanda özümüzü də unutmayaq. Çünki bugün insanların əksəriyyəti, necə ki, hansı ki, mən də o kəslərdən biri olmuşam, ata-baba yolu getməyin tərəfdarı olmuşuq və özümüzü ata-baba yolunda daha rahat hiss eləyirdik. Ancaq Allah bizə Qurandan görün nə qədər ayələrdə bizə öyrətdi ki, əslində ata-babanın yolun yox, elə daimi yanımızda olan Allahın yolunu getmək lazımdır. Çünki bugün mənim ata-babam yanımda yoxdur. Ancaq uca, qüdrətli, küllü şey üzərində qadir olan Allah yanımdadır və onun rəsulu bizim içimizdədir və onun bizə nazil etdiyi Quran-ı Kərim bugün bizim əlimizin altında, yəni əllərimizdədir, hansı ki, rəsul gəlib təsdiq edir onu. Yəni bugün mənim ata-baba yolu getməyə ixtiyarım yoxdur, bu haqq yol mənə aydın olandan sonra. Çünki Bəqərə surəsinin 177-ci ayəsində də Allah öyrədir ki, onda ki, deyildi onlar üçün tabi olun, nə ki, nazil edib Allah, dedilər, bəli, tabi-ik feilinə atalarımızın. Əgər oldu ataları bir şey əql etməyən və hidayət olunmayanlar, məsələ o kəslərin ki, inanmırlar, o kəsin məsələdir ki, səsləyəndə onu eşitmir, ancaq dua və nida, kar, lal, kördürlər və onlar əql etməzlər. Göründüyü kimi bu 170-ci ayədən Bəqərə surəsindən Allah öyrədir ki, bəli, bugün necə ki biz söyləyirik, vaxtilə mənə də bu şeyləri söyləyəndə ki, deyəndə ki, Allahın nazil etdiyinə tabi olun, mən də ata-baba şiə yolunu üstün bilirdim, doğru bilirdim. Allah da görün necə tutarlı cavab verir o kəslərə ki, Allah söylüyor ki, bəs ataları bir şey əql etməyən düz yolda olmayanlar olsaydı necə, yəni hidayət olunmayanlar olsalar necə. Və bu məsəllə Allah bəli göstərir ki, onlar kardırlar, laldılar, kördülər və əql etmirlər. Bəli, mən kar idim, mənə deyilən ayətləri eşitmirdim. Mən kör idim, Allahın bu qədər möcüzələrin, ayətlərini görə bilmirdim. Mən lal idim, çünki mən Allahı tərif elətməli olduğum halda mən Allahdan başqalarını zikr eləyirdim. Və əql etmirdim, əql etsəydim, Allah Quranın əql sahibi olduğunu söylüyor. Və əqlim olsaydı elə Quran oxuyardım da. Ki, o qədər
dinə aid kitablar, Ticaninin kitablarını oxumuşam, nə bilim axı. Bir neçə dənə o dinə aid Sistanini oxuyurdum, Lənkəranini oxuyurdum. Mənə elə gəlirdi ki, Allahı ancaq bu kəslərin vasitəsilə tanımaq olar. Ancaq sonradan Allah rəsullarına rast gələndən sonra, Allah nəbiləri ilə görüşəndən sonra mənim üçün vasitə Hamlet əleyhissalam oldu. Allahın salamı olsun ona və onun əhl-i beytinə. Ondan sonra da bəli, Ana əleyhissalam vasitə oldu ki, mən ilk təslim olan Allah Rəsulü ilə görüşdüm. Və bu görüşün, bu söhbətlərin sonu ona gətirdi ki, bugün Allah Rəsullarından, nəbilərindən biri mən özüm oldum və bugün mən vaxtı ilə üzünü aşmağa belə qorxduğum Qurandan bugün sizə ayətlər qiraət edirəm. Çünki Allah Quranda görür neçə yerdə adicə elə 54-cü surənin 4 ayəsində bizə öyrədir ki, biz yüngülləşdirdik Quranı yad etmək üçün məgər varmı yad edilir? Bir surədə 4 ayə eyni təkrar ayələr gedir. Bəli, Allah bu qədər yüngülləşdirdiyi halda yad etmirdik. Bugün məni qınayan insanlarda, mənə istehza edən, irad tutan insanlarda bu yüngülləşmiş Quranı zikr etmirlər. Çünki onlar Quran qiraət eləsələr, onlar bizim doğru yolda olduğumuzu görərlər. Ona görə Allah bizə deyir ki, dində məcburiyyət yoxdur, onlara məcbur eləyə bilməzdir. Ancaq dəvət, Allah dediyi kimi, gözəl surətdə moizə və Allaha tərəf dəvət, Allahın Quranına dəvət ki, özləri oxusunlar o haqq yolu, özləri gözləri ilə görsünlər. Və eyni zamanda, bayaq dediyimiz kimi, mən özüm əxlaqımla, davranışımla gözəl nümunə olmalıyım. Çünki Allah söylüyor ki, Allah Rəsulunda gözəl nümunə var. Allah söylüyor ki, sən uca, əzəmətli əxlaq sahibisən. Yəni, bu şeylərlə mənə bəli Allah tərbiyəli olmağı öyrədir və gözəl nümunə olmağı öyrədir. Ancaq yenə dediyim kimi, bu insanlar ki, hansı ki, ata-baba yolu gedirlər, vaxtı ilə mən getmişəm, mən də kiminsə ata-babası olacaq. Və onlar da çalışsınlar ki, mənim yolumla yox, mən necə ki Allah yolu getmişəm, onlar da Allahın bu Quranına istinad eləsinlər. Yoxsa o kəslərin sifətində olacaqlar ki, hansı ki mən o vaxt olmuşam. Allah Quranda öyrədir. Necə ki 5-ci surənin 104-cü ayəsində də Allah söylüyor ki, və onda ki deyilir onlar üçün gəlin tərəfinə nə ki nazildir Allahın və tərəfinə Rəsulun, deyirlər hesabımız nə ki tapdıq üzərində onun atalarımızı və əgər olur ataları bilməyənlər şeylə və yox hidayətləri. Bəli, bu elə 2-ci surənin 170-ci ayəsinin bir növ təsdiqi təkrarıdır. Bəli, nə vaxt ki insanları dəvət edəndə Allahın nazil etdiyinə, onlar ata-baba yolu daha üstün bilirlər və ata-baba yolu getməyi ilə fəxr edirlər. Və yaxud da 31-ci surənin 21-ci ayətində Allah söylüyor ki, onda ki deyirlər onlara tabi olun Allahın nazil etdiyinə, deyirlər bəli tabi, nə ki tapmışıq atalarımızı onun üzərində. Əgər şeytan onları alovlu əzaba tərəf çağırmış olsa necə? Bəli, bugün atalarının yolunun getdiyi ilə fəxr eləyənlər insanlar, əgər bilsələr ki, atalarının yolu onları əzaba tərəf dəvət edir, görən yenə də mi gedəcəklər? Təbii ki, yox. Sadəcə, nə qədər ki, bu insanlar axirət görüşündən qafildirlər və görüşməyiblər, onlar özlərini elə doğru yolda olmuş biləcəklər. Ancaq onda ki, o bizə vəd olunan əzab yaxınlaşacaq, onda peşman olacaq. Onda biləcəyik ki, biz nə qədər Allahın zikrindən uzaq olmuşuq. Çünki Allah Quranda da öyrədir o peşman olanların sözlərini ki, deyir, onlar barmaqlarını dişləyərlər və deyərlər ki, ay kaş Rəsul ilə birlikdə yol tutardı. Bu, Allahın bu ayətlərini, yəni aydın, müfəssəl ayətlərini bu insanlar bugün qəbul eləmək istəmirlər. Onları arxalarına atırlar. Elə bil ki, bilmirlər. Onları keçmişə aid edirlər və onların başa düşülməz bir dildə bunlara nazil olduğunu hesab edirlər. Çətin olduğunu bilirlər. Hansı ki, Allah Quranda görün, nə qədər ayədə bizə öyrədir ki, bu aydın, müfəssəl göndərdik bu ayətləri. Çünki Ərəb surəsinin 174-cü ayəsində, Yusif surəsinin 111-ci ayəsində, 24-cü surənin
1-ci 46-cı ayələrində, 26-cı surənin 2-ci ayəsində, 54-cü surənin bayaq sadaladığım 4 ayəsində, 57-ci surənin 9 və 58-ci surənin 5-ci ayələrində bu kitabın nə qədər müfəssəl olduğunu, nə qədər aydın ayətlərlə gəldiyini bizə göstərir. Ancaq insanlar bu Quranın çətin olduğunu iddia edirlər. Bu Quranın yəni çox məna verə biləcək gücdə olduğunu bilirlər. Bəli, mümkündür. Mən razıyam ki, bir neçə məna ilə bu Quranda başa düşmək olar. Ancaq o bir neçə məna küfr eləməyə aparıb çıxartmaz. O sadəcə bizim gücümüz müqabilində zaman-zaman açılışlar ola bilər. Çünki bugün mənim gücüm budur, Allah o ayəni bu gün mənə belə açır. Sabah onun daha mükəmməl, daha kamil formasında Allah mənə açacaq. Bu demək deyil ki, dünən elədimi mən bugün təşrib eləyəcəyəm. Əstağfurullah. Allahın sünnətində dəyişiklik yoxdur. 2-ci surənin 106-cı ayəsi var. Bəli, Allah nəsuq edər ayətdən, ya onun misli ilə gələr, ya ondan xeyirlisi ilə. Bu heç də bu ayəni pozub yerinə başqa ayə gətirmək deyil. Bu bizə gələn öyrətmələrdir, bu açılışlardır. Və bu qədər də açıq, aydın gələn ayətləri mən necə çətin hesab eləyə bilərəm? Çünki Allah, düz deyə orada mütəşabih bəli ayələr var ki, Ali İmran surəsinin 7-ci ayəsində Allah söylüyor ki, yəni qəlbində o mərəz olanlar o mütəşabihə tabi olarlar. Ancaq elmdə rasix olanlar deyirlər ki, bunlar küllüsü Rəbbimizin yanında. Yəni, bəli, elə ayətlər var, ona mənim gücüm çatmaz. Heç istəmərəm də ona girim o ayətlərin altına. Çünki Allah mənə 73-cü surədə olmalı deyirsən. 20-ci ayəsində Allah söylüyor ki, qiraət et Qurandan sənə yüngül olan. Bəli, mən öz gücümdə yüngül olan. Çünki Allah istəsə, bəli, mənə verəcək o ağır sözü. Allah istəsə, bəli, mən o yükü götürəcəyəm. Yəni, mən çalışım ki, Allahdan qabağa keçməyim və yaxud da gücüm çatan şeyin altına girməyim. Ona görə biz Allahdan istəyirik ki, Rəbbimiz gücümüz çatanı bizə yüklə. Bizdən əvvəlkiləri ağır yüklədiyin kimi bizə ağır yükləmə. Nə ki, taqətimiz var, onu ver bizə. Yəni, bu bizim istəyimizdir, çağırışımızdır. Onun üçün Allah bu müfəssəl ayətləri ki verir, burada elə dəhşətli nəsə bir Amerika aşmağa ehtiyac yoxdur. Görün, nə qədər kitablar, külliyyatlar yazırlar. Oturub elə özlərindən fəlsəfə yaradırlar. Bu belədir, bu kimlərə aiddir. Görün, nə qədər cilik-cilik kitablar. İnsanlar o kitabları oxuyub heç Qurana vaxt tapa bilməzlər ki, Allahın söylədiyini oxusunlar. Çünki bu insanlar o missiyanı o qədər öz üzərlərinə götürüblər ki, yəni siz başa düşmərsiniz, bunun üçün gərək 60 dənə elm bilən olsun və bu elmi filan kəsdən almışam mən, fiqh alimiyəm. Yəni belə şeylərlə insanların o necə ki o ayətlərlə o sehirkarlar kimi gözlərini bağlayırlar, ofsunluyurlar bu insanlar. O sehirkar kimi göstərir. Ona görə bugün o müştəhidlərə, üləmalara, alimlərə insanlar dəhşətli baxırlar, insanlar sehirkar kimi baxırlar, heyranlıqla baxırlar. Görə bilmirlər ki, Allah Rəsul Nəbi deyəndə Allah sadə bir bəşərdən söhbət edir. Yəni bu müştəhidlərin bugünkü dünyadakı davranışlarından belə görsənir ki, onlar Allah rəsullarından, nəbilərindən bəlkədə nə olublar ki? Ucada olublar. Çünki Allah onları deyir, tabi olun Rəsula, sadə bir nəbiyə və yaxud da deyir, mən sizin kimi bəşərəm və yaxud da deyir, Allah deyir ki, o da sizin kimi bəşərdir, dükanları, bazarları gəzir. Ancaq bugün o elm alimləri, elm adamları, o müştəhidlər, o fiqh alimləri özlərin o səviyyədə tuturlar ki, heç dünyəvi prezidentlər elə qorunmur, elə hörmətlə, yəni hörmətə layiq olmur. Onlar da sadə olmalıdır. Çünki Məhəmməd Aleyhisselamın sadəliyindən görün nə qədər hədislər yazılır. Bugün ancaq bu özünə alim müştəhid deyənlər Məhəmməd Aleyhisselamdan artıqdır və yəni onlar bugün özlərini o vəziyyətdə çəkirlər, dartırlar. Görün nə qədər pullar, iyanələr yığılır onların hesabına. Nəyə xərclənir o pullar? Nəyə xərclənir? Hesabatını verirlərmi inananlar?
boş terror qruplaşmalarına xərclənir əslində, onu hamı bilir. Ehtiyac varmı o terrora, ehtiyac varmı o gücünə Allahın dinini aparmağa? O yerdəki güc var, məcburiyyət var, orada Allahın dini ola bilməz. O insanlar əslində yaxşı bilirlər. Sadəcə bu dindarlar özləri haqqında o qədər mənfi rəy, fikir formalaşdırıblar ki, müsəlman, İslam, dindar olanda ya insanların gözündə müti bir adam canlanır, hansı ki Allahdan yox, o başçısından, bilmirəm, o ağasından qorxan, ya da həddindən artıq əzazil, qəddar, baş kəsən adam forması. Bugün bəli, elə qıraqdan görünəndə Avropa ölkələrində, o Avropa ölkələrindən baxanda, bəli, müsəlmanlar qəddar görsənir. Ancaq müsəlman ölkələrinin daxilindən baxanda onların nə qədər yazıq, qorxaq olduğu görsənir. Yəni, bu şeyləri imici formalaşdıran əslində bugün özünə müsəlman deyən insanların özlərindədir. Onlar Allaha müti olsaydılar, bəli, onlar kafirlər üzərində izzətli, şiddətli olar. Çünki Allah dediyi kimi, Allah bu kafirlərin qəlbinə xof salardı, bunlar ucada olardı. Çünki bunlar, Allah ayədə dediyi kimi, bunlar inanan olmadığına görə bunlar ucada ola bilmirlər. Bunlar daimi təzyiq altında, daimi çətinliklərdə, sıxıntıda. Əstəğfurullah, mən heç kimi ittiham eləmirəm. Onda sadəcə Allahın ayətlərinin ucalığını yada salmaq istəyirəm ki, bu insanlar nə qədər ki Allahın zikrindən aralı düşüblər, bəli, bunlar belə yazıq, cılız görsənəcəklər. Ona görə də bugün İslamı təbliğ eləmək bu insanlar üçün çətindir. Bunlar gözləyirlər ki, İslam güclü olsun, pullu olsun, ondan sonra dəvət olunsun. Ona görə bugün sələflər barədə söhbət gedən kimi tez deyirlər ki, sələflər pul paylayır. İnsanların fikrində belə bir şey formalaşıbsa, kim pulludursa, demək o güclüdür və yaxud da o doğrudur. Ancaq Allahın dinində bunun əksinin şahidi olur. Kim ki Allahı özünə vəkil götürsə, Allaha təvəkkül edirsə, Allahı yad edirsə, bəli, o kəs uzadadır. Kim ki nəfsini öldürürsə, nəfsinə qalib gəlirsə, o cihadın yüksək pilləsindədir. Yoxsa kiminsə gedib atasının, qardaşın öldürməklə heç kim Allahın o ali dərəcələrini qazana bilməz. Çox danışmaq olar, ancaq şükürlər olsun Allah. Mən istəyərdim ki, Quranın qiraatı ilə məşğul olar. Bugün ilk rəsm olan Allah Rəsulu öz vaxtını bizə həvalə eləyib. Yəni, mən indi onun o yarım saatını danışırdım sizinlə. Və çalışaq ki, daha doğrusu mən çalışım ki, o vaxtdan sui-istifadə eləməyim, elə Allahın nazil etdiyi bu Quranın qiraatını eləyim ki, çünki mən nə qədər danışsam da Allahın bizə söylədiyi o ayələrdən artıq olmaz mənim danışığım. Düz onun ətrafında olacaq. Ancaq ən gözəli ilə Allahın sözlərinə oxumaqdır, onu zikr eləməkdir ki, bəlkə Allah bizi bağışladı. Güvənirik Allah ilə şeytandan, müraciət etmişdən, ismi ilə Allahın, Rəhmanın, Rəhimin. Rəbbimiz, sənin izninlə və sənin yardımınla başlarıq mübarək Quranın çevirməsinin qiraatını. Bərəkətli et, qəbul et bizdən niyyətimizi, elmimizi artır. Vasitə axtarıq üzərinə səni özümüzə arxa vəkil bilib, sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və sənin şükrünlə rəvan elə. At qəlbimizə o şeylər ki, axirətin günündə nicat verər bizə cəhənnəm odundan. Bağışla bizləri, rəhm etsən, rəhm edənlərin ən yaxşısısan. Qəlblərimizdən kini, küdurəti, təkəbbürlüyü, paxıllığı və sənin xoşuna gəlməyən pis, naqis sifətləri çıxardıb atmaqda bizlərə yardım et. Ən gözəl nemətlərindən olan neməti, sənin yolunda şəhadəti bizlərə qismət edir Rəbbimiz. Bir daha sənin ismi ilə Allahın. Nisə surəsi, Qadınlar surəsinin 106-cı ayətindən qiraatımıza başlayırıq. İsmi ilə və izni ilə Allahın. Və Allahdan bağışlanmaq istə. Həqiqətən Allah oldu Qəfur, Rəhim. Bəli, bağışla Allah, günahlarımızı bağışla. Sonsuz sayda şükürlər olsun Rəbbimiz.
keç bizim günahlarımızdan, qalxma günündə bizi üzüqara eləmə, əməl salih bəndələrin arasında elə, ədin nəyin Firdovs cənnətlərinin sakinlərini hansı ki, vədə vermirsən öz rəsulların vasitəsilə, sən vədinə xilas çıxmazsan Rəbbimiz, bağışla günahlarımızı, işimizdə israfkarlığımızı. Bəli, Allahdan bağışlanmaq istə, birinci növbədə Allah Rəsuluna Allah söyləyir və eləcə də bütün insanlara. Çünki Quranda belə onlarla belə ailə var, elə ayə var, necə ki, elə Qadınlar surəsinin 64-cü ayəsində və yaxud da 19-cu surənin, daha doğrusu 47-ci surənin 19-cu ayəsində və bir neçə yerdə var ki, Allah söylüyor ki, öz günahlarının üçün və inanan kişi və qadınların günahları üçün bağışlanmaq istəyir. Bəli, Allah bununla da Rəsulun da, yəni bu insanların dediyi kimi Rəsulun da xəta eləməli olduğunu, yəni xəta eləmə gücündə olduğunu Allah göstərir. Çünki bundan əvvəlki ayələrdə də Allah bizə öyrədir. Çünki bundan qabaq Allah söylüyor ki, 105-ci ayədə söylüyor ki, həqiqətən biz nazil etdik kitab sənə haqq ilə hökm etmək üçün insanlar arasında, nə ilə ki göstərdi sənə Allah və olma xainlər üçün xoşunlaşan və Allahdan bağışlanmaq istəyir. Bəli, hər bir rəsul, hər bir nəbi Allahdan bağışlanmaq istəməlidir və eləcə də öz ümmətində olan inanan qız və oğlan qardaşlarımızın bağışlanmasını istəməlidir. Çünki bizim nicat yolumuz ancaq bağışlanmaqdır. Öz nəfslərinə xəyanət edənlərə görə mücadilə etmə. Həqiqətən Allah sevməz kim oldu xain, günahkar. Bəli, Allah Quranda demək olar ki, əksəriyyət ayələrdə o kafirlərə görə hüzünlü olmamağımızı, kafirlərə görə narahat olmamağımızı, necə ki Allah 26-cı ayədə olmalıdır. Sən öz nəfsini deyir, həlak etmək istəyirsən ki, onlar niyə inanmırlar? Əslində, elə Allah bizə bununla öyrədir ki, yəni o kafirlər ki, məni saymırlar, məni qəbul eləmirlər, sən onlara görə narahat olma və öz nəfsinə xəyanət eləyənə görə Allah söylüyor ki, mücadilə etmə. Şüallah. Onlar insanlardan məxfi etmək istəyirlər və Allahdan isə məxfi edə bilməzlər. O onlarladır, onda onlar gecə ona xoş getməyən sözləri fikirləşirlər. Yəni Allah bunların, o insanların o xəyanətkar kafir olmalarını bəli bilir. Çünki Allah daimi gecə, gündüz biz insanların yanındadır, bilir bizim gecə elədiklərimizi, gündüz fikirləşdiklərimizi. Çünki 58-ci surənin 7-ci ayəsinə görə 57-ci surənin 4-cü ayəsinə görə, 10-cu surənin 61-ci ayəsinə görə bəli, Allah daimi bizimlədir. Hər yerdə bizimlədir və hər nə etdiyimizdən də Allah xəbərdardır. Ona görə Allah söylüyor ki, o xainlər üçün, o xəyanətkarlar üçün sən mücadilə etmə, çünki Allah onların nə əməldə elədiklərini bilir. Hə, siz bunlarsınız, dünya həyatında onlara görə mücadilə edirsiniz. Kim qiyamət günündə Allahla mücadilə edəcək onlara görə, ya kim onların vəkili olacaq? Bəli, Allah bu ayə ilə mənə xatirimə saldı ki, İbrahim əleyhissalam da atası üçün bağışlanmaq istədi. Ancaq vədə vermişdi ona görə. Sonra elə ki, İbrahim əleyhissalama bəyan oldu ki, atası müşrikdir, onda əl çəkdi o işindən. Yəni, bugün, bəli, öz yaxınlarımız, qohumlarımız, dostlarımız ola bilər, valideynlərimiz ola bilər ki, biz onlara görə yəni, dünyaya mücadilə eləyə bilərik. Ancaq Allah bizə başa salır ki, qiyamətin günündə Allahla kim mücadilə eləyə biləcək? Onların kimsə vəkil ola biləcəkmi? Təbii ki, bəli, o qorxulur gündə heç kim o yükün altına girə bilməyəcək. Necə ki, 29-cu surədə, Hörümçək surəsində var, 11-ci ayəsi deyilsin, deyir, kafirlər deyəcəklər ki, sizin yükünüzü, günah yükünüzü biz daşıyarıq. Ancaq Allah deyir ki, xeyr,
hər kəs öz yükünü daşıyacaq. Heç kimin yükündən götürə bilməz, çəkə bilməz. Bəli, mən bu qədər günahım olduğum halda mən yəni Allaha düşmən olan kəslə Allahla mücadilə edə bilmərəm. Buna mənim nə gücüm, nə cəsarətim çatar, nə də o ürəyi, o şey olaram. Yəni o mənim gücümdə deyil. Çünki Allah o qədər ədalətli məhkəmə quracaq, o qədər adillik olacaq ki, orada heç kimin qorxudan səsi çıxmayacaq, hamı öz sayını gözləyəcək. Kim pis əməl edərsə, ya öz nəfsinə zülm edərsə, sonra Allahdan bağışlanmaq istərsə, tapacaq Allaha Qəfur Rəhim. Ancaq Allah yenə Qəfur Rəhim sifətini bizə xatırladır ki, yəni bu pis əməllərdən sonra bəli, kim Allaha tərəf qayıdarsa, Allahı Qəfur Rəhim tapacaq. Kim kəsb edərsə günah, ancaq öz nəfsinə qarşı kəsb etmiş olar onu. Oldu Allah alim, həkim. Kim kəsb edərsə xəta ya günah, sonra günahlandırarsa onda günahsızı, fəqət böhtan və aşkar günahla yüklənmiş olar. Əgər olmasaydı fəzlə Allahın sənin üzərinə və rəhməti onun, onlardan bir tayfa fikirləşərdilər ki, zəlalətə salsınlar səni. Zəlalətə salarlar ancaq öz nəfslərini və zərər vura bilməzlər sənə bir şeydən. Nazil edib Allah sənin üzərinə kitab və hikməti və öyrədib sənə bilmədiklərini. Oldu fəzlə Allahın sənin üzərində əzəmətli. Bəli, daimi bu ayələr barəsində mən bu fikirdə neçə vaxt elə bu, necə ki, Yusif əleyhissalamda misal çəkməklə, bəli, mən o qənaətdəyəm ki, bizim elə bu Allahın dinində olmağımız həqiqətən də Allahın qüdrəti sayəsində. Çünki Allahın fəzli, rəhməti bizim üzərimizdə olmasaydı, Allah dediyi kimi, bizi çaşdırmaq üçün şeytanın çox silahı var. Bir də xatırladıram, necə ki, Musa əleyhissalamda misal çəkmək olar, Yusif əleyhissalamda misal çəkmək olar ki, Allah orada da söylüyor ki, Yusif də meyl edərdi onunla, ancaq biz onun qəlbini imanla doldurmasaydı. Demək, Yusuf əleyhissalamın özünə qalsaydı, bəli, o əzizin arvadına meyl eləyə bilərdi. Çünki Yusuf əleyhissalamın özü də etiraf edir ki, mən meyl eləyərdim, ancaq Allah mənə yardım elədi. Bəli, bu gün də Allahın fəzli, rəhməti hər birimizin üzərində olmasaydı, bizi şeytanın silahı çoxdur, şeytanın qoşunu çoxdur. Necə ki, 17-ci surənin 64-cü ayəsində Allah söylüyor ki, süvari quru qoşununu yığ, onlara malda, övladda şərik ol və kim sənə tabi olarsa, yəni Allah vəd verib ona, cəhənnəmi vəd verib. Onun üstündə bugün bəli mənə övladla, zövcə ilə, malla, yəni müxtəlif dostla, ata ilə, qardaşla, görün, nə qədər Allahın şeytanın silahı var ki, mənə təsir eləmə gücündədir. Xəstəliklə, hansı ki, bugün bəli, mənim elə sınavımdan biri var, xəstəliyim var. Ancaq bu qədər sınaqla, bəli, mənə yardım eləyən Allah da onun yolundur. Və mən bugün o Allahın fəzlini, rəhmətini unuda bilmərəm. Çünki əgər Allahın, bəli, bayaq dediyim kimi fəzli, rəhməti olmasaydı, mən çoxdan zəlalətə salardılar mənə. İstər qohumlarım, istər övladım, istər başqa vasitələr. Sonsuz sayda bəli, Allaha şükür olsun ki, Allahın yazığı gəlir, hələ ki bizə möhlət verir, yardım edir. Onda ki, Allah zəlalətdə tərk edəcək, onda mənim üçün nicat yolu olmayacaq. Bəli, Allah bu kitabı mənə nazil edib üzərimə, bu hikməti verib və öyrədib mənə bundan qabaq bilmədiklərim. Bəli, mənə bu kitabı nazil etməklə o hikməti verdi ki, mən bu kitabda olan hikmətləri bilim. Ona görə məndən 3-cü surənin 81-ci ayəsində eyni zamanda əhd bağladı ki, bəli, kitabı, hikməti verəndən sonra rəsul qaldıracaq Allah. Və kim inanıb yardım eləsə, sadiqlərdən olacaq, o şahidlərdən olacaq, o salihlərdən olacaq. Və bugün bəli, Allah mənə bilmədiklərimi o qədər şey öyrədir ki, mən bunları saymaqla qutara bilmərəm. Çünki Allah Quranda da öyrədir ki, Allahın o verdiklərini siz nemətlərini sayıb qutara bilməzsiniz.
Bəli, Allah tükənməz nemət, sərvət sahibidir ki, elə gün ərzində də Allahın o verdiyi sərvətlərdən, o nemətlərdən istifadə edirəm. Gördüyüm və görmədiyim. Yəni, mən onun bəzilərini görmək qüdrətində, gücündə deyiləm. Ancaq o Allahdır ki, bəli, görünməyən formada da bizə yardım eləyir. Çünki Allah elə mələklərlə yardımı deyəndə ki, nişanlanmış 3000-5000 mələk, mənim heç onlara görməyə ehtiyacım yox. Mən bəli, Allahın gücün daimi özümlə hiss eləyirəm. Və hər dəfə də qardaşlara etiraf edirəm ki, bilmədiyim, gözləmədiyim halda bəli, Allah yardım elədi. Çox şükür Allaha. Bəli, Allahın fəzli, Allah söylüyor ki, sənin üzərində əzəmətli oldu. 114-cü ayət. Onların gizli söhbətlərinin əksəriyyətində xeyir yoxdur. Ancaq o kəsdən başqa ki, əmr edir sədaqətə, ya mərifətə, ya insanlar arasında sülhə. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, biz ona əzəmətli əcr verərik. Bəli, Allah o gizli söhbətləri daima əleyhinədir. Ancaq yenə də burada istisna qoyur. Necə ki, Allah o cəhr etmək, pislik, danışmağa cəhr etməyə Allah qadağan eləyir, ancaq ona zülm olunan kəsə icazə verir. Və burada da Allah gizli söhbətlərin, Allah söylüyor ki, xeyri yoxdur əksəriyyətinin. Ancaq o gizli söhbətlərdə xeyri var ki, o ya sən əmr eləyə sədaqətə, ya mərifətə, ya da ki, insanlar arasında sülhə. Və bu, Allahın razılığı üçün edilərsə, Allah ona əzəmətli mükafat verirdi. Çünki məxfi danışmağı Allah öyrədir, şeytandandır. Daimi, ümumiyyətlə, məxfi işlərin Allah görürsünüz, belə ayədə də qeyd edir ki, əksəriyyətində bəli, xeyr yoxdur. Çünki o yaxşı işdirsə, o aşkar olmalıdır. Çünki Allah aşkarlığı sevir. Ancaq eyni zamanda Allah sədəqə verməkdə də Allah söylüyor ki, onu məxfi verəsiniz ya aşkar verəsiniz, bu sizin üçün xeyirdir. Yəni o yaxşı işlərin o gizlin olmasında da müəyyən mənada xeyir var. O da ki, Allahın razılığı üçün olanda bəli o mükafat verəcək Allah ona görə. Kim haqq yoluna aydın olandan sonra Rəsuldan üz döndərərsə və möminlərdən qeyrilərinin yolu ilə gedərsə, biz onu qayıtdığı ona yolların əllərik və cəhənnəmə vasil edərik. Ora çox pis limandır. Bəli, bu ayəni də mən kənar adamlara aid eləyə bilmərəm, hansı ki, bugün o kafir müşrik sifətindədir. Çünki Allah o haqq yol aydın olan kəslərə deyir. O kəslər ki, onlara bəyan olmuşdur ki, Rəsul haqdır. Yəni bu, Rəsulun olmasına şəhadət verən kəslərdir. Ona görə Allah söylüyor ki, o haqq yoluna aydın olandan sonra Rəsuldan üz döndərən. Demək, bu Rəsulu qəbul edən kəslərdən söhbət gedir. Çünki Rəsulu qəbul eləməyən kəslər, onlar haqq yolda, doğru yolda hardan ola bilərdilər? Bugün bəli, özünü haqq dində, İbrahim Əleyhisselamın hənif təslim olma dilində bilən kəslər və Rəsulun haqq olduğunu bilən kəslər bugün özünü Allahın bu pak müqəddəs dilində bilirlər. Kim bugün bu yoldan üz döndərərsə və möminlərdən qeyrisinin yolu ilə gedərsə, Allah söylüyor ki, vəd verir ki, onun qayıtdığı yola. Qayıtdığı yol hansıdır? Çünki mənim də cahillikdəki yolum qayıtdığım yoldur da. Yəni, o yoldan mən gəlmişdim. Allah yəni, necə ki, o bizi o cahillikdən hidayət elədi və Allah bizi bir də o yola qaytara bilər. Necə ki, Rəsuldan üz döndərənləri Allah söylüyor ki, o qayıtdığı yola tərəf. Yəni, hansı yola ki, can atırdı və hansı yoldan ki, gəlmişdi, o yola da, yəni əvvəlki yoluna qaytarar Allah. Və cəhənnəmə Allah vəd verir ki, vasil eləyər. Yəni, görür necə dəhşətli ittihamdan. Ancaq insanlar axirəti hələ doğru, düzgün tanıya bilmədiklərinə görə, axirəti o hiss eləyə bilmədiklərinə görə
cənnəti, cəhənnəmi insanlar hələ bir utopiya bildiklərinə görə, ona görə belə arxayındilər, ona görə başları qarışıbdır dünyanın o havasına. Həqiqətən Allah bağışlamaz ki, onunla şərik qərar verməyi və bundan başqa günahları kimə istər bağışlayar. Kim Allah ilə şərik qərar verərsə, zəlil olub uzaq zəlalətinə. Bəli, necə ki, bax, qeyd elədik, yəni bu surədə qeyd eləmişdik, bu Nisə surəsində bir 48-ci ayədə və bir də 116-cı ayədə Allah eyni demək olar ki, təkrar ayələrdir. Allah öyrədir ki, müşriklərdən başqa, yəni Allaha şərik verənlərdən başqa, Allah bütün günahları kimə istəsə bağışlaya bilər. Ancaq Allah özünə şərik qərar verənləri bağışlamaz. Və çox təəssüf ki, bugün bəli insanların da həmişə dediyimiz kimi əksəriyyəti Allaha şərik qərar verirlər. İstər danışıqlarında, istər əməllərində, yəni bugün bizlə münasibətlərində, çünki biz Allah rəsulları, nəbiləri, bu insanları əslində nəyə dəvət edirik? Müşriklikdən haqqa dəvət edirik. Yəni biz söyləyirik ki, Allaha müşrik qoşmayın, Allaha şərik qoşmayın. Yəni gedib bu ocaqları, pirləri Allahdan başqalarından istəməyin. Çünki Allah Həc surəsinin 73-cü ayəsində öyrədir ki, o kəslər ki, Allahdan başqa çağırırsınız, onlar bir milçəyi xəlq eləyə bilməzdir. Milçək onlardan bir şey qoparıb atarsan, onu aparsan, onu yeri ala bilməzlər. Tələb edən də zəifdir, tələb olunan da. Yəni bu şeyləri Allah söyləməklə bildirir ki, Allahdan başqalarından istəməyin, Allaha şərik qoşmayın. Ancaq insanların bugün, xüsusən bu ocaq pirlərə gedənləri bir dənə bəhanələri var, onu da öz axundlarından, mollalarından eşitiblər ki, biz vasitə axtarırıq Allaha. Allah qadağan eləməyib vasitəni, ona görə biz gedirik, kimdənsə xahiş, yəni orada yatan kəsdən xahiş eləyək ki, bizim üçün Allahdan bağışlanmaq istəsin. Görün, nə qədər şeytan bu insanları zəlalətə salıb ki, düşünmək qüdrətində deyirlər ki, fikirləşələr ki, axı mən xahiş elədiyim insanın heç özü varmı bu həyatda? Əgər o qəbirdəki insan diri olsaydı, bəli, o haradasa bu insanları eləmək olardı ki, diri şəxsin yanına gedir ki, bu Allahdan bağışlanmaq istəsin bunun üçün. Necə ki, Allah bizə rəsul qaldırıb ki, kim nəfsinə zülm eləsə, rəsula tərəf getsə və istəsə Allahdan bağışlanmaq və rəsul da onun üçün bağışlanmaq istəsə, Allaha təvvab, rəhim taparlar. Bəli, bugün insanlar diri olan o müştəhidlərinin, ağalarının yanına gedib, bəlkə də Allahdan bağışlanmaq istəsələr, bunu başa düşmək olar. Ancaq bugün görün nə qədər məntiqsizlikdir ki, hər kəs də bilir ki, o qəbirdə heç kim yoxdur. Orada heç kim və heç nə yoxdur. Bəs o heç kim və heç nədən necə xahiş eləmək olar ki, mənim üçün Allahdan bağışlanmaq istər və yaxud da müəyyən mənim dünyəvi istəyimi yerinə yetir. Əgər o, sən istədiyin adam qeybdədirsə, elə Allah qeybdədir, birbaş Allaha müraciət elə də. Hələ axtar tap ki, sənin o istədiyin adam qeybdə hardadır, o Allaha deyə biləcəkmi, Allah onu eşidəcəkmi? Axı Allah bizə öyrədir ki, bəndələrim soruşurlar, mən onlara yaxınım və cavab verirəm onlar ki, məni dəvət edir. Yəni Allahı niyə yalan salırlar, niyə Allaha şərik qoşurlar ki, Bəqərə surəsinin 186-cı ayəsində, bəli, Allah bilir ki, Allah bizə öyrədir ki, mən onların yanındayam və eşidirəm və cavab verirəm onlar. Gərəkdir ki, onlar da mənə cavab versin. Yaxşı, Allah da bizim dilimizlə bu insanları dəvət edir, cavab versinlər də Allah. Və yaxud da bayaq sadaladığım kimi 58-ci surənin 7-ci ayəsi və 57-ci surənin 4-cü ayəsi. Allah, onun surənin 61-ci ayəsi. Allah daimi bizimlədir. Hər nəfəs aldığımızda o nəfəsimizdən bizə yaxındır. Onda Allah mənim yanımdadırsa, mən durub hansısa rayona, hansısa qəsəbiyə gedib o həyatda olmayan adamını necə ondan xahiş eləyə bilərəm ki, mənim üçün filan kəsədir. Axı mən ora gedəndə Allah da mənim yanımdadır. Mən oradan qaydanda Allah mənim yanımdadır. Mən o həyatda olmayan şəxsə və yaxud da o bütə mən sitayiş eləyəndə axı Allah mənim yanımdadır.
və mənim riyakarlığımın şahidi olur axı Allah. Ki, gör, bədbaxt Allah bəlkə də bizə deyir ki, yazıq, mən sənin yanındayam, sən kimi istəyirsən? Kimdən mənə xahiş istəyirsən ki, məndən xahiş edərsən? Görün, insanların bəhanələrinə bax. Deyir, biz istəyirik ki, filan kəs mənə Allahdan yaxın, yəni Allaha bizdən yaxındır, bizim xahişimiz elə. Görün, nə qədər Allahın dinini oyuncağa, mistikiyə, mifologiyaya çeviribdir. Hələ bugün o insanlardır ki, və eləcə də başqa insanlar hansı ki, bugün özünə müsəlman deyib, yəni pis əməllər eləyən kəslər, mən o əməlləri sadalayıb sizi yormaq istəmirəm, ancaq bəli, o əməlləri eləyən kəslər var. Özünə müsəlman deyir, eləyir. Və yaxud da müsəlman olmayıb deyən kəslər. Onlar da Allahın bəndəsidir. Onların da yəni o missiyası, onların da vəzifəsi Allahı tanımaq, ona itaat eləməkdir. Yoxsa Allahı tanıyıb itaat eləmək tək müsəlmanlara deyil. Bütün bəşərə. Və Allah da yəni o Allahı qəbul eləməyənlər, tanımayanlar deyil Allahı şərik qoşurlar da, özlərini Allaha şərik qoşurlar. İnsanın hər şey üzərində qadir olduğunu bilirlər. Deyirlər, hər şey adamın öz əlindədir. Və həmin o sözü deyən şəxs həmin anda Allaha şərik qoşur. Onun üçün də Allah bizə hədəliyir, qorxudur ki, Allah deyir, bağışlayaram bütün günahları, kimə istəsəm, ancaq müşrikləri bağışlamam. Və çox təəssüf ki, bayaq qeyd etdiyim kimi, bugün müşriklik daha çoxdur. Müxtəlif formalarda müşriklik var. Yəni, bunun indi bir neçəsini biz saydıq, ancaq bu hər mənadadır. Bugün ruzisini özü əldə eləyən kəs də bilməlidir ki, özünü Allaha şərik qoşur. Çünki o ruzini ona verən Allahdır. Ancaq Allaha bugün o zəkatın verib, o təmizliyin, paçlığın verməyən kəsin özü elə Allaha şərik qoşur. Çünki Allah söylüyor ki, sizə verdiyim ruzilərdən, sizə yetişən qənimətdən verin. 1/5 verin, sədaqə eləyin, ehsan eləyin. Allah sevir ehsan eləyənləri, Allah sevir sədaqə eləyənləri. Zəkat verməyənlər kafirdir, onlar müşrikdir, axirət ilə kafirdir. Yəni, mən bu gün zəkat vermirəmsə, Allah yolunda xərcləmirəmsə, demək, özümü Allaha şərik qoşuram. Çünki Allahın dediyinin əksini elədim və yaxud da eləmədim Allahın dediyini. Demək, mən Allahı özümü Allah səviyyəsində tutdum ki, eləmədim da. Çünki Allahı özümdən uca bilsəm, ondan çəkinərəm və onun dediyini eləyərəm. Necə ki, bugün dünyəvi yəni arenada vəzifəli şəxsdən qorxurlar ki, ona hörmət eləyirlər ki, onun əmrlərin elə ciddi cəhdlə yerinə yetirirlər də. Əgər icra başçısının, prezidentin əmrini yerinə yetirməsə, bu onu saymamazlığa gətirir, çıxardır, özünü ona tay tutur. Yaxşı, bugün Allahın niyə əmrlərini yerinə yetirmirlər? Bugün ibadət eləməyən kəs istəyir sənə moizə oxusun ki, əslində ibadət lazım deyil. Əslində belə deyək, o maddiyyat verir, səxavət lazımdır. Bu ikisinin özü, bəli, müşrikdir. Çünki Allah söylüyor ki, əgər ibadət etməyəsiniz, Rəbbim çağırışlarınızı qəbul etməz. Və yaxud da 74-cü surədə 42-ci ayəsində olmalıdır. Allah deyir, o səqərə düşünənlərdən soruşacaq ki, sizi nə saldı səqərə? Deyirlər, biz diləyənlərdən deyilik. Bugün hələ o insanların ağzı isti yerdədir. Ona görə hələ öz o riyakarlıqlarını görmürlər. Yaşlanıb, o qoca vaxtı onlar dərk eləyəcəklər ki, gör cavanlıqlarında Allaha qul olmaq əvəzinə gedib kimlərə qul olublar. Allahın qabağında əyilmək istəməyən adamlar, təkəbbürlü adamlar, ancaq dünyəvi vəzifələrin qabağında 2 qat əyilirlər. Və görə bilmirlər ki, onları o cılızlaşdıran maddiyyatdır, dünya nemətləri. Kiminsə qabağında alçalmaqla biraz artıq yeməyi fikirləşirlər. Eybi yox, onlar yesinlər, bahalı yerdə qalsınlar, bahalı yeməklər yesinlər. Ancaq mənim bugün elə bu vəziyyətim, mənim ucada olmağım mənim üçün fəxrdir, şərəfdir ki, bəli, mən Allaha baş əyirəm və özümü də uca bilirəm, çünki mən Allahın dəstəsindəyim. Və bugün mənimlə mücadilə edən kəslər, hansı ki, məclislərdə olur, üz-üzə gəlirik və yaxud da müəyyən söhbətlərimiz olur, özlərin ali irq bilirlər.
Hansı ki, əslində özləri bilir, bizimlə müqayisədə onlar özlərini qəşəng tanıyırlar ki, gedib müdürlərinin qabağında əsirlər. Biz ancaq Allahın qabağında əsiririk. Və bu gün o kəslərlə görüşəndə biz anlaşıq görüşürük. Onlar bizi görəndə özlərini tanımağa başlayırlar ki, bəli, onlar görün Allahdan nə qədər uzaqdırlar. Ona görə içki ilə onlar o şeyi unutmağa çalışırlar. O var dövlət yığmaqla və yaxud da onu xərcləməklə bir növ unutturmağa çalışırlar o alçaqlıqlarını, o yazıqlıqlarını, riyakarlıqlarını. Mən istəmirəm bu gün özünə inanan deyən kəslər də o kəslərdən olsun. Dünya həyatı Allah söylüyor ki, bəli, bir mətahdır, keçici bir şeydir. Puçdur, fanidir. Ancaq görürsünüz, dilimizlə onu dediyimiz halda, ancaq biz də hərdən istəyirik ki, o dünya həyatının nəsə nail olaq. Allah qadağan eləmir. Çünki Allah Quranda deyir ki, onlar tərki dünya deyir olmağı. Biz onlara deyir tərki dünya olmağı əmr etmədik, ancaq heç onlar bunu da bacarmalıdır. Yəni mən istəsəm də tərki dünya ola bilməyəcəyəm. Çünki heç onu da bacarmayacaq. Ancaq mən çalışım ki, heç olmasa bu dünya həyatından istifadə edib axirətimi qazanım. Yoxsa özümü inanan kimi göstərib hər tərəfdə bir ev, bir maşın yığmaqla mən Allah Rəsulunun nəbisi ola bilmərəm, mən inanan ola bilmərəm. Hər kəs öz sifətinə baxsın. Çünki Allah bizə bunu öyrətmir Quranda. Mən danışa bilərəm. Oturum, ayələrdən danışım, gözəl ya Allah Rəsulundan ilk şəxsim olandan statlar gətirim, saatlarla danışım. Yaxşı əxlaqdan, Allahı sevməkdən, bu dünyanı sevməməkdən danışım. Ancaq sonraki əməlimdə mən onun əksini eləsəm, bəli, bu insanlara pis təsir edir. Çünki görün, olur içimizdə də hərdən elə sifətlər olur, ancaq bizim ancaq tövsiyə eləməyə gücümüz var. Və onda, bəli, adam o cılızlığı hiss edir, acizliyi hiss edir ki, insan nə qədər nəfsinə qul ola bilər. İnsanın əslində o alçaldan onun nəfsidir. Ona görə Allah deyəndə ki, qətl edin nəfsinizi, bəli, biz o nəfsi qətl eləməyə fikirləşməliyik ki, o vaxt deyirlər, ata-baba misalda var, indi də var ki, nəfsi boğ, nəfsi öldür. Necə ki, Musa əleyhissalamda var ayədə ki, öz ümmətinə deyir ki, qətl edin nəfsinizi. Onu götürüb kinoda səşbər ki, bir-birini öldürürlər. Xeyr, o hansı ki onları o buzova sitayiş elətdirən nəfsi Musa əleyhissalam deyirdi, qətl edin. Və bugün məni də o dünyanı sevdirən nəfsimi Allah mənə deyir, qətl edin. Mən istəmirəm elə bütün İbrahim oğullarını nəzərdə tuturam o ümmətlərdə ki, var o imkanlı qardaşlar. Onlar özlərin inanan kimi göstərib, 5-50 yapışmasınlar bu dünyada. Çünki sabah onlara heç kim yardım eləməyəcək. Sabah onlar Allahla üz-üzə qalacaqlar. Sabah onlara o var dövlətləri, malları, mülkləri və bugün o itaətində olan insanlar sabah onların itaətində olmayacaq. Çünki insaflı olsunlar. Çünki Allah sevir insaflılar. Çalışsınlar ki, mən heç kəsi ittiham eləmirəm, əstəğfurullah, mən ancaq söyləyirəm mənə gələni ki, bəli, çalışsınlar, necə ki, 26-cı surədə olmalıdır deyəsən. O Qarunun misalında ki, o Allahın sənə bu dünyada verdiyindən axirəti qazanasan, axirəti Allahın sənə nəsib etdiyindən, bəli, axirətin üçün düşünəsən. Bu şeylər Allah söylüyor ki, mən ibrət götürüm. Yoxsa Qarunun nə qədər varı dövləti olub, onun hansı vəziyyətə düşdüyünün mənə nə mənası? Mən onu bilib bilməməyimin nə faydası? Əgər mən ondan ibrət almayacağımsa, Allah Qarunu mənə niyə danışırdır? Hamanı mənə niyə danışır? Fironu mənə niyə danışır? Allah bildim ki, Firon olur. Nə olsun ki? Və yaxud da Qarun, o qədər Qarunlar olur ki, nə olsun? Allah mənə onu göstərir ki, yəni o Qarunları var dövləti xilas eləyə bilmədi. Çalışın ki, siz də o Qarunlardan olmun ki, sizi də xilas eləməyəcək o varlığınız dövlət. Əslində, elə çox var dövlətdə olan qardaş da yoxdur. Ancaq söhbət ondan getmir ki, o 3-5 qardaşa aiddir mənim dediklərim. Xeyr, hamımıza aid.
Çünki Allah bizi kasıb yaratmayıb. Allah hər birimizi var edib. Və hər bir kəs də tez qardaşını mühakimə eləməsin. Hər bir kəs özünü mühakimə eləsin ki, yaxşı, filan kəs bildim. Bəs mən özüm necə? Allahın verdiyindən axirətimi qazanmaq üçün nə edirəm? Axı Allah göstərib də axirəti qazanmağın yollarını göstərib. Axirəti qazanmaq heç də o demək deyil ki, elə oturum mənim əlimə gəlsə, zəkat veririm. Gəlməsə, yox, mənim canım tutar. Çalış malımla, nəfsivlə. Yəni, çoxdur. Mən indi öz ümmətimizdə deyirəm, yəni bu Allah rəsullarından qabağa çıxmaq olmasın, başqa ümmətlərə də demək. Xeyr, mən yəni özümə asılanları deyirəm ki, bəli, tək maddiyyatla ölçülməməlidir bu Allahın yolu. Allahın hər bir verdiyi nemət mənim üçün maddiyyatdan da üstün. Və mən çalışmalıyam ki, onu infaq edeyim, onu xərcləyib və onu Allahdan üstün tutmayım. Çünki Allah da o şeyləri verən mən. Həmd olsun Allah. 117-ci ayət. Əgər çağırırlar ondan başqa ancaq insanları və əgər çağırırlar ancaq şeytanı dönür. Bəli, o hansı ki, Allahdan başqalarını çağıran kəslər, mən biraz mövzudan kənara çıxdım, Allah bağışlasın günahımızı. Və o Allahdan başqasını çağıran kəslər, Allah öyrədir ki, ancaq insanları çağırırlar və şeytanı, dönük şeytanı çağırırlar. Çünki həmin çağırdığı şəxslər onların çağırışına cavab verə bilməzlər və qafildirlər. Heç o çağırdığı kəslərin bilmir, heç onlara xəbər də yoxdur ki, bugün insanlar onların o qəbirlərin bütxanıya çevirib onlardan nəsə istəyirlər. Çünki axirətin günündə Allah sual verəcək, ayədə var. O şərikləri, hansı ki, Allaha şərik qoşurlar, o kəslər deyəcək ki, biz bunların ibadətindən qafilik. Bəli, onlar nə bilsinlər? Lənət etdi ona Allah, dedi, mən mütləq ələ alaram sənin qullarının müəyyən bir qismini. Bəli, o şeytan, dönük şeytana Allah lənət elədi və o da dedi ki, mən sənin qullarının müəyyən bir qismini ələ alaram, necə ki, bu gün alıb. Və zəlalətə salaram onları və əmin edərəm və əmr edərəm onlara heyvanların qulaqlarını kəssinlər və əmr edərəm onlara Allahın xəlq etdiyində dəyişiklik etsinlər. Kim Allahın əvəzinə şeytanı özünə dost götürərsə, fəqət o aşkar xəsarətdədir. O vəd verir onlara və əmin edir onları və şeytan onlara ancaq qürur vəd edir. Onların sığınacağı yer cəhənnəmdir və ondan qurtuluş tapa bilməzlər. Bəli, qürurlu vəd eləyən şeytandır. Çünki bir neçə yerdə Quranda var ki, deyir, onları qürurlu etdi, Allah elə qürurlu olan. Elə o şeytanın qürurlu olmağı edir ki, adama baş əymək istəmədi və Allah da onu lənətlədi, din gününə qədər ona möhlət verdi. 122-ci ayət. O kəslər ki, inanırlar və əməli salihdirlər, daxil edərik onları həmişəlik qalacaqları bağlara. Cari olur altından onun nəhirlər, orada əbədidirlər. Allahın haqq vədinə görə. Kim sadiqdir Allahdan danışıqda? Bəli, necə ki, 87-ci ayədə Allah söylədi ki, kim sadiqdir Allahdan hədisdə, burada da danışıqda deyir, fərqi yoxdur. Yəni, Allahın danışığı, hədisi, o söhbətləri birdir. Çünki Allah bu vədləri ki, verir, Allah bəli öz doğruluğunu bizə göstərir, o mənada özü təsdiq eləyir. Bəli, kim ki inanır, əməli islah eləyir və yaxud da əməli salihdir, Allah bağlara, həmişəlik bağlara daxil eləyəcək. Çünki Allah haqq vəd verir. Yəni, bu mükafatdan heç də ötəri keçmək olmaz. Çünki bugün bu insanlar, bayaq dediyim kimi, müəyyən, yəni, o yaşayışın, belə deyək, müəyyən mükafatın təmənnasına görə bugün insanlar bu qədər əziyyət çəkirlər. Saatlarla gəlib bir-birinin qabağında işləyirlər. Saatlarla Allahın xoşuna gəlməyən işlərlə məşğul olurlar ki, bu müvəqqəti dünyada
rahat yaşasınlar və yaxud da müəyyən ehtiyaclarını ödəsinlər. Ancaq Allah görün bizə hansı vədəni verir, hansı haqq vədi verir ki, deyir, həmişəlik qalacaqları bağlar, hansı ki orada nə istəsək var və buradakından da qat-qat yaxşıdır. Gör insanlar nəyi dəyişirlər. Ona görə Allah söylüyor ki, onların ticarəti xeyir gətirmədi. Onlar zəlaləti hidayətin əvəzində olur. Bəli, bu dünya həyatındakı yaşayışımla mən axirəti dəyişməyim, zəlalətlə hidayəti dəyişməyim. Çünki mən Allahın vəd etdiyi o həmişəlik həyatı, hansı ki, bugün alimlər, insanların ən böyük arzusu həmişəlik iksirin tapmaq, insanın daimi cavan qalması, ölümün qarşısını almaq. Hansı ki, özləri də bilirlər ki, acizdirlər. Ancaq eyni zamanda da bu insanlar bu dünyana görə necə sevirlər. Onun üçün də Allah bizə əbədi həyat vəd edir. O əbədi həyat ki, bugün bu dünyada insanlar nədən istəsən keçməyə hazırdırlar. Ancaq o əbədi həyatı dərk eləmədiklərinə görə bugün çalışmırlar. Bəzi adamlar var ki, yəqin eşidənlər bilər ki, özlərini dondurublar ki, bir neçə əsrdən, ildən sonra bunları açacaqlar, bunlar elə cavan yaşayacaq, qalacaqlar, yaşayacaq. Görün bu insanlar dünyanı nə qədər sevir ki, bugün özlərini öldürürlər ki, sabah deyilsin. Yaxşı, onu insan bacarırsa, Allah necə bacara bilməz? Bugün bizi insan öldürür, ahirətdə də qaldıracaqlar. Bu sizin və kitab əhlinin niyyəti ilə deyil. Kim pis əməl etsə, onun cəzasını görər və Allahdan başqa onun üçün dost və yardımcı tapılmaz. Kim əməlini islah etsə, istər kişi ya qadın olsun və o inanandır, cənnətə daxil olacaq və onlara xurma çərdəyi qədər zülm olunmayacaq. Kim yaxşı ola bilər din etibarı ilə o kəsdən ki, təslim edə vəcinə Allah üçün və o yaxşılardandır və tabi olur Hənif İbrahim millətinə. Götürdü Allah İbrahimi dost. Bəli, bu qədər ayələr ki var, Allah söylüyor ki, İbrahimin millətinə tabi olmaq lazımdır. Necə ki, 3-cü surənin Ali İmran surəsinin 95-ci ayəsi, Bəqərə surəsinin 130-cu ayəsi, 16-cı surənin 123-cü ayəsi. Yəni, bir neçə ayə var ki, Allah bizə İbrahim əleyhissalamın dininə tabi olmağa göstərir, millətinə tabi olmağa göstərir. Bəziləri irad tuta bilər ki, orada millətə tabi olmaqdan gedir. Ancaq bu ayədə Allah konkret bizə öyrədir ki, kim yaxşı ola bilər din etibarı ilə? O kəsdən ki, o Allaha vəhdini təslim eləyib və yaxşılardandır və tabidir İbrahimin millət. Demək, kim İbrahimin millətinə tabi olursa, o yaxşılardan olur və o Allaha vəhdini tabi eləyir və o din etibarı ilə yaxşı olur. Bəli, demək, bugün özünə İslam dinində bilən inananlar, hansı ki, yaxşı, düz, doğru yolda olanlar, İbrahimin millətinə tabi olanlardır. Sözün əsl mənasında. Yoxsa bugün bizdən eşidib, tez biz də İbrahimin dinində deyib, ancaq firqələrə bölünüb, yenə məzhəbdə olan kəslər, yenə zəkatın verməyən kəslər, yenə Allahın qanunlarına tabi olmayan kəs, o müşriklərdən olacaq və İbrahimin Hənif millətinə tabi olmayacaq, yəni faydalı olmayacaq. Çünki onun dini birinci özünə fayda verməlidir. Mən bugün özümü İbrahimin Hənif dini deyirəmsə və əməllərimi islah eləmirəmsə, üzdə özümü İbrahimin dinində göstərirəmsə, demək, o din mənim üçün necə hənif ola bilər, necə faydalı ola bilər ki, axirətin gündə məni qardaşların Allah Rəsulunun qabağında, gözünün qabağında atacaqlar cəhənnəmə. Hardan faydalı oldu mənə? Demək, mən İbrahimin Hənif dinində deyiləm ki, mən bu sifətdəyəm da. Ona görə bugün mən özümü misal çəkməklə o qardaşlara əslində göstərirəm ki, hər kəs özünə baxsın ki, o əgər özünə müsəlman deyirsə, müslim deyirsə, təslim olan deyirsə və İbrahimin Hənif millətinə tabidirsə, hər kəs özü özünə hesabatını versin Allahına.
ki, mən bu sifətdə olmalıyammı? Və yaxud da mən bu gün nəfsimə tabiyəm, zəkatımı gizlədirəmsə, tam verə bilmirəmsə, sədəqə ehsanımı düz verə bilmirəmsə, onda mən İbrahimin dilində olmadım. Çünki İbrahim əleyhissalam makanə minəl müşrikin deyir, olmadı müşriklərdən. Demə, mən müşrik oluram həmin anda və demə, mən İbrahimin millətinə tabi olmuram. Bunun insanlara göstərmək lazım deyil. Çünki Allah özü şahiddir, Allah özü görür. Heç kim, bəzən olur, Allah rəsuluna adam istəyir özün yaxşı göstərsin, təqdim eləsin, onun xoşuna gəlmək istəsin. Bəli, bu müəyyən mənada, yəni müsbət şeydir ki, bu bir stimul verir Allah yolunda çalışmağa. Ancaq eyni zamanda daha qorxulusu odur ki, Allah'ı unudub, onun rəsulunun razılığını qazanmaq. Və bu, bizi müşrik eləyəcək. Çünki mən Allah'ı yanımda görməyəcək. Çünki Allah'ın sabah o rəsulun halı necə olacaq, o mənim üçün yəni şey deyil. Çünki Allah özü bilər bağışlayar və yaxud da bağışlamaz. Mən hər kəs özünü düşünməlidir ki, Allah mənə rəsul qaldırıbsa, bu Allahın mənə minnətidir ki, mənim üçün axirətimi qazanmaq üçün bir şans verib. Olsa rəsul axirətin qazanacaq, qazanmayacaq, onun mənə elə bir isti-soyuğu yoxdur. Hər kəs özünü düşünməlidir ki, sabah Allah onu bağışlaya biləcəkmi? Və yaxud da bugün bu başqalarının yanında danışır ki, mən İbrahimin millətindəyəm, doğruyam, düzəm və insanlara qarşı da danışanda daha doğru dində olmağın, əsl müsəlman olmağını izah eləməyə çalışır. Ancaq özü tək və yaxud da gecələr düşünürmü ki, o müəyyən sifətlərin islah eləməlidir, müəyyən yəni əməllərindən əl çəkməlidir. Çünki axı Allah şahiddir. Sabah hər kəs özünə cavab verəcək. Və çünki hər dəfə çalışıram deyim o 57-ci surənin 14-cü ayəsini ki, Allah orada deyir, bugün deyir, sizdən fidyə götürülməyəcək. Bir də o kəslərdən ki, kafir idilər. Demək, Allah bugün özünə inanan deyən kəslərdən fidyə götürməyəcək. Hansı ki, inanan deyib, ancaq kafir sifətində olur. Və bir də o kəslər ki, kafir. Görün, Allah bugün o saxta inananları kafirlərlə necə bərabərləşdirdi? Hansı ki, onların bir adı da Quranda münafiqdir. Çünki mən bugün Allah rəsulunu şəhadət verirəmsə, özümü doğru bilirəmsə, ancaq o əməlləri eləmirəmsə, demə, mən münafiq sifətində olurum. Gərək mən islah eləyəm o əməlini. Gərək mən çalışam ki, o sifətdən çıxa bilim. Çünki bu, mənim özümə ziyandır. Yoxsa mən bugün La iləhə illallah, Muhammedən Rasulullah deyən kəslərdən fərqim olmalıdır ki, mən bəli La iləhə illallah deməliyəm və bütün Allah rəsullarının haqq olduğuna şəhadət verməliyəm. Və eyni zamanda əməllərimin dürüst eləməliyəm. Yoxsa bugün dünyadakı müsəlmanlar kimi şəhadətimi verib, kəlmə-i şəhadət deyib, ancaq başqa əməllər eləyim. Gedim, içki içim, yalan danışım, pis əməllər eləyim, zinakarlıq eləyim. Yəni, görün, nə qədər pis əməllər var ki, onların islahata ehtiyacı var. Onun üçün insanlar bizim danışığımızdan nəticə çıxardıb qayıtmalılar. Eləcə də mən özüm öz danışığımdan nəticə çıxartmalıyam ki, 2-ci surənin 44-cü ayəsində olmuyum. Çünki mən insanlara yaxşılığa tərəf dəvət edeyim, pis işlərdən çəkindirim, ancaq özüm pis əməl sahibi olum. Onda insanlar mənə necə inansınlar? Necə mən deyim ki, Allahın rəsuluyam, Allahın nəbisiyəm? Bəli, Allah İbrahimin hənif millətinə tabi olanı din etibarı ilə Allah ən yaxşılardan adlandırır. Və Allah götürdü İbrahimi dost. Görürsünüz, mən istəmirəm ümumiyyətlə bu şiyələrdən, məzhəblərdən, firqələrdən danışım. Ancaq bugün insanlar şəhadət verirlər öz ibadətlərində ki, yəni Allah özünə dost götürdü. Məsələn, Həzrət Əli Aleyhisselamı Allahın vəlisidir və yaxud da başqa. Yaxı, bu şəhadətləri vermək nə dərəcədə doğrudur? Çünki Həzrət Əli Aleyhisselamı bugün
görməyən insanlar şəhadət verirlər. Ancaq İbrahim əleyhissalama Allah bizə Quranda özü öyrədir ki, özü şəhadət verir ki, Allah İbrahimi dost götürür. Bu gün o insanlar şəhadətlərində deyə bilərlərmi ki, Allah İbrahimi dost götürdü, xəlil götürdü özü? Deyə bilərlərmi ki, şəhadət veririk ki, İbrahim Allahın dostudur. Əşədənnə İbrahim xəlilullah. Deyə bilərlərmi? Deməzlər. Çünki onlar dədə-babalarından eşidiblər ki, Sünnilərdən fərqlənmək üçün Əliyən Vəliyullah demək lazımdır, Hüccətullah demək lazımdır. Xeyr, ümumiyyətlə, əzan barədə mənim öz fikirlərim var. Çünki əzan çağırışdır. Mən özüm ibadət eləyirəmsə, kimisə niyə çağırmalıyım? Elə özüm dayanmışam. Yəni, bu bir şablon formadır. Mən etiraz eləmirəm, kim istəyər əzan verər. Ancaq özü-özünə əzan, iqamə deyən kəsləri mən başa düşə bilmirəm ki, ibadətdə durub özü-özünə əzan verir, iqamə verir, şəhadət verir. Və sən Allahın əməllərinə doğru, Allahın bu ayələrinə doğru əməl eləməyin elə şəhadətdir. Allah Rəsuluna itaətin sənə şəhadətdir. Allah Rəsuluna itaət eləməməyin, zəkat vermirsənsə, yalandan sən niyə şəhadət verirsən ki, Allahdan başqa Allah yoxdur? Əgər Allahdan başqa Allah yoxdur deyirsənsə, onda bilməlisən ki, bəli, Allah bilir ki, sən Rəsula itaat edəməlisən, sənə Rəsulun diri olmalıdır, sən ona zəkat verməlisən, sən pis əməl eləməməlisən. Ancaq bugün eləyirsənsə, onda yalandan niyə şəhadət verirsən? Sənin şəhadətin sənə nə mənası var? Nə xeyri var? 126-cı ayət. Allah üçündür nə ki səmalarda və nə ki ərzdə var və oldu Allah küllüsü ilə şeyin mühit. Yəni, hər bir şeyi öz elmi ilə əhatə edib. Səndən qadınlar barəsində fitva istəyirlər. De, Allah fitva verir sizə onlar barədə və nə ki, kitabdan sizə tilavət olunanlar. Yetim qadınlar barəsində ki, onlar üçün yazılmış olanı verməyərək və onlarla evlənmək istəyərək və zəif uşaqların barəsində yetimlərlə insaflı olasınız. Nə ki, fəaliyyət edəsiniz xeyirdən, həqiqətən Allah oldu onun ilə alim. Bəli, qadınlar barəsində fitva istəyənlərə Allah görür nə qədər ayədə bu Nisə surəsində bizə öyrətdi. Yetimlər barəsində, onlarla evlənmək istəmək barəsində, onların malın özünə qaytarmaq barəsində. Bəli, ən gözəl fitvanı Allah verir, o da bu Qurandadır. İstər mirasın bölgüsündə, istər onlarla evlənmək bölgüsündə, istər onlara çatacaq malı özlərinə vermək barədir. 128-ci ayət. Əgər arvad ərinin kobudluğundan ya üz döndərməyindən xoflanarsa, günah yoxdur onlara ki, öz aralarında sülh edələr. Sülh xeyirlidir. Ancaq nəfslərdə simislik həmişə olur. Əgər yaxşılıq edəsiniz və təqvalı olasınız, həqiqətən Allah xəbirdir nə ilə ki, əməldəsiniz. Əgər istəsəniz də, heç vaxt bacarmazsınız qadınlarınızın arasında ədalətlə rəftar etməyi. Bütün meylinizi bir tərəfə salmayın ki, o biri tərəf meylsiz qalar. Əgər islah edib və təqvalı olasınız, həqiqətən Allah oldu Qəfur, Rəhim. Bugün Nisə surəsinin 3-cü ayəsini dindarlar oxuyur və insanlara başqa cür izahat vermək istəyirlər ki, Allah 2, 3, 4 qadın deyir, izahat verirlər. Sonra deyir ki, ancaq ən yaxşısı deyir, biri ilə kifayətdən. Onda Allah 2, 3, 4 qadını niyə demişdir ki? Əgər mən biri ilə, yəni Allah deyir ki, ən yaxşısı biridirsə, onda 2, 3, 4-ü niyə deyir? Mənə pisi niyə deyir? Çünki bu insanlar belə izahat verirlər. Qadınların xoşuna gəlmək üçün və yaxud da o cahiliyyətdəki insanların xoşuna gəlmək üçün fitva verirlər ki, onlar razı qalsın. Bugün olur, mən də müəyyən, biz qardaşlar da müəyyən yerdə söz deyəndə bəziləri bizə istəyirlər Allahın məntiqindən uca bilirlər öz məntiqlərini, istəyirlər müəyyən izahatlar versin. Və həmin vaxt biz onlara bildiririk ki, nə danışırsınız? Bunu Allah deyir.
Sən nə idrakın sahibisən? Allahdan çox biləsən. Əgər bugün o insanlar ki, biri ilə deyir ki, kifayətlənmək yaxşıdır. Bəs niyə gedib qıraq yerdə o dindarlar siğə eləyir, o birisi də sevgili saxlayır, məşuqə saxlayır. Elə biri ilə kifayətlənin də, bu yaxşıdır. Demək, qanuni biri yaxşıdır, gizlin ancaq çoxu yaxşıdır. Allah axı aşkar surətdədir. Elə o yetim qızlarla insaflı olmayacağınıza görə Allah 4 zövc etmişdir. Ancaq bugün insanlar ancaq maddiyyatı fikirləşirlər ki, tab deyiləndə ancaq maddiyyat olmalı. Deyir, gərək 4-ünə də deyirsən, yaxşı paltar alasan, 4-ünə də gərək qızıl alasan, 4-ünə də şub alasan, 4-ünə də yəni deyir, gərək ədalətli olsun. Allah ancaq görürsünüz, 129-cu ayəsində söylüyor ki, sən istəsən də ədalətli olmayasın. Ancaq Allah mənə tövsiyə edir ki, meyli bir tərəfə salmaq ki, o bir tərəf kəlləmayallah olsun, meylsiz qalsın. Yəni, bu şeyləri Allah mənə öyrədir və eləcə də 33-cü surənin 52-ci ayəsində Allah mənə deyir ki, o növbəni, kimin növbəsini qabağa salmaq, o yenə Allah nəbisinin, rəsulunun üzərindədir. Yəni, onu qadınlar əgər inanansa, təbii ki, inanan qadını Allah bizə tövsiyə edir almaq. İnanansa, o onlar üçün narahatçılıq yaratmamalıdır. Çünki bu, rəsulun üzərində olan vəzifədir. Və bu ayə üstündə niyə dayandım? Ona görə ki, bəli, bu insanlar görsünlər ki, insanlar onsuz da ədalətli olmağa bacara bilməzlər. İnsaflı olmağa yaxın olmalılar. Çünki ədalət Allahın adıdır. Biz heç ədalətin nə olduğunu doğru dürüst bilə bilmərik. 130-cu ayət. Əgər bir-birindən ayrılsalar, Allah onların hər birini öz rəhməti ilə ehtiyatsız edər və oldu Allah vəsi, həkim. Allah üçündür nə ki səmalarda və nə ki ərzdə var. Əlbəttə, tövsiyə etdik o kəslərə ki, sizdən qabaq kitab əta olunmuşdu və sizə. Qorxun Allahdan. Əgər küfr edərsiniz, həqiqətən Allah üçündür nə ki səmalarda və nə ki ərzdə var və oldu Allah ғəni, həmid. Allah üçündür nə ki səmalarda və nə ki ərzdə var və kafidir Allah ilə vəkillik. Ay insanlar, əgər Allah istəsə sizin hamınızı aparar və başqalarını gətirər və oldu Allah buna qadir. Bəli, Allah biz insanları aparıb başqalarını gətirməkdə yəni elə bir çətinlik yoxdur. Çünki 36-cı Yasin surəsinin 81-ci ayəsi olmalıdır. Allah söylüyor ki, səmaları ərzi xəlq etmək çətindir, yoxsa sizi, bəli, bu qədər küllü şeyləri xəlq eləyən qüdrət sahibi olan Allah üçün insanı xəlq eləmək çətin deyil. Bu insanlar da belə bir pis, yanlış fikir formalaşdırıblar ki, Allah o vaxt bir dənə Adəmi düzəltdi, palçıqdan və qabırğasından da onun arvadını düzəltdi. Əstağfurullah. Allah niyə 1 milyon dənə adam düzəldə bilməzdimi? Və yaxud da bugün düzəltmirmi? Görün, gün ərzində dünyaya nə qədər insan gəlir. Bunların hamısını Allah yaratmırmı? Və görün, dünyada nə qədər bir anda, bizim indi sizinlə söhbət elədiyimiz anda kainatda nə qədər insan dünyasını dəyişir. Bu Allahın əlində deyilmi? Allah onları öldürdüyü kimi bizi də öldürə bilməzmi? Və yaxud da Allah bugünkü insanları xəlq etdiyi kimi, hansı ki, indi hər saniyədə uşaq doğulur. Adamı xəlq edə bilməzdimi? Adamları. İnsanları təbii ki, bu insanlar Adəm deməklə özlərini çaşdırırlar. Xeyr, Allah insanı xəlq eləyir. O insanlardan adamı seçir. Çünki Allah söylüyor ki, Allah seçdi adamı. Yəni ona görə bu insanlar müəyyən mənada bu dini biraz mifologiyaya çevirirlər, mistikləşdirirlər, əsatir anlamına gətirib çıxardırlar. Çünki izah eləyə bilmədikləri şeyi atırlar dinin boynuna. Çünki Allah elə hər şeyi açıq aydın bu Quranında göstərib də, şükürlər olsun Allaha sonsuz sayın.
Kim dünya savabını istəyərsə, dünya və axirət savabı Allah yanındadır və oldu Allah səmi, bəsir. Bəli, dünya savabını istəyən varsa, Allaha inansın, Allah onsuz da bu dünyanı da verəcək, axirəti də verəcəkdir. Çünki Allah Bəqərə surəsində özü öyrədir ki, kim dünyanı istəyər, onun axirətdə payı o da olacaq. Ancaq kim bu desələr, o kəslər ki, desələr, bizə bu dünyada və axirətdə yaxşılıq nəsib elə, onlara pay var. Elə ən gözəli gəlin axirəti istəyək ki, Allah bu dünyada da bizə yaxşılıq nəsib eləsin. Mənim deyəsən, şükür Allah, vaxtım azalır. Ona görə mən Quran qiraətini inşallah Allahın izni ilə istəyirəm burada saxlayam ki, çünki 134-135-ci ayədən, yəni yeni səhifədən sabahsı gün inşallah davam eləyərik. Uca və qüdrətli Allah doğru buyurur. Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Yəni Quran qiraətin bugünlük yekunlaşdıraq. Ancaq bayaq sizə vəd vermişdim deyəsən ki, hansı ki o ata-baba yolu onu dedim və Allahın o aydın ayətləri barədə ayətləri istəyirdim sizin nəzərinizə çatdıram ki, Allah söylüyor, bəli, ki, müfəssəl etdik ayətləri. Ancaq bu insanlara elə gəlir ki, bu Quran çətindir. Çünki 57-ci surənin 9-cu ayəsində Allah söylüyor ki, odur ki, nazil edir üzərinə bəndəsinin aydın ayətləri xaric etməsi üçün sizi zülmətdən nura tərəf. Həqiqətən Allah sizinlə raufdur, rəhimdir. Və Allah aydın ayətlər göndərir ki, biz nəticə çıxardaq və zülmətdən nura çıxaq. Yusuf surəsinin 111-ci ayəsində Allah buyurur ki, əlbəttə onların qissələrində ağıl sahibləri üçün ibrətlər oldu. Bunlar iftira hədislər deyil və lakin təsdiqidir ondan qabaq olanların və küllü şeyin müfəssəl izahıdır və hidayət və rəhmətdir inanan qovmusu. Bəli, o kəslər ki, inanırlar, onlar üçün bu hidayət və rəhmətdir və bu qədər də ki, Allah məsəl çəkir, qissələr çəkir, hansı ki, istər Musa əleyhissalamdan, istər İsa əleyhissalamdan, istər o bütün rəsullardan və yaxud da o dövrə aid olan yəni bu hekayələri, qissələri Allah danışmaqla o müfəssəl izahat vermək istəyir bizə. Və insanların bütün dövrlərdə eyni olduğunu və eyni istəkdə olduğunu bizə öyrədir. Fironun da dövründə dünyanı istəyirdilər, o dövrdə də yaltaqlıq var idi, o dövrdə də dünyacirlik var idi, o dövrdə də rəsulu yalan saymaq var idi, bu dövrdə də var. Yəni, bütün dövrlərdə var. Yəni, insan yaranandan bəli, bu xislət var insanlarda, dünyaya hərislik var, dünya o nemətlərinə qarşı həssaslıq var. 58-ci surənin 5-ci ayəsində Allah söylüyor ki, həqiqətən o kəslər ki, Allahın uğrun rəsulunun əleyhinə hədlərini aşırlar, qabaqçı kəslər qədər xar və zəlil olacaqlar. Əlbəttə, biz nazil etdik aydın ayətlər kafirlər üçün alçaldıcı əzab var. Bugün bəli, Allahın, onun rəsulunun əleyhinə çıxanlar bilməlidirlər ki, onlar üçün alçaldıcı əzab var. Çünki Allah ayətləri aydın göndərib ki, sizdə rəsul var sizin içinizdə, siz itaat edin ona, yəni zəkat verin, paçlanın. Bu şeyləri o qədər aydın söyləyib ki, axı bu qədər aydın, yəni müfəssəl izahatı olan kitabda mən necə durub deyə bilərəm ki, yox, mən rəsulu Məhəmməd əleyhissalam ancaq qəbul edirəm və hansı ki, ona zəkat verə bilmərəm, hansı ki, onun yanına gedib ondan bağışlanmaq istəyə bilmərəm ki, mənim üçün Allahdan bağışlanmaq istər. Mən ona müraciət eləyə bilmərəm. O mənə şahid ola bilməz. Yəni, bu sadaladığımız, yəni, daimi dediyimiz şeylərdir. Yəni, ola bilsin, yeni qoşulanlar üçün maraqlı olar bu şeylər. Ancaq inşallah vaxtım tamamlanmaq üzrədir. Ona görə mən fürsətdən istifadə edib mövludu olan qız və oğlan qardaşlarımı təbrik eləmək istəyirəm. Allah mövludlarınızı mübarək eləsin. Xəstə olan qız və oğlan qardaşlarıma Allahdan şəfa istəyirəm. Allah axirət şəfası qismət eləsin hamımıza inşallah. Səfərdə olan və hərbi xidmətdə olan qardaşlarıma Allahdan səbir diləyirəm və tezliklə ailələrinə qovuşmasını istəyirəm. Yeməzdə olan qız və oğlan qardaşlarımı yiyər olmağı münasibətilə təbrik edirəm.
Allah yeməz və ibadətlərinizi qəbul eləsin inşallah. Allahın bütün rəhmətin, ibadətin, islahatın diləyirəm bütün İbrahim oğullarına və inananların üzərinə və Allahın bizə miras qoyduğu bu kitabdan olan duaları, istəkləri qısaca sizin nəzərinizə çatdıram. İnşallah zikr eləyə Allah'a. Rəbbimiz cəzalandırma biz əgər unudarıqsa, yaxud xəta edəriksə. Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə o kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə nə ki, taqətimiz yoxdur ona. Əhv et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Həqiqətən sən üzərində küllü şeyin qadirsən. Rəbbimiz sənin rəhmətin və elmin küllü şeyi əhatə edib. Rəbbimiz bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı və sabit et qədəmlərimizi və kafir qovma qarşı bizə yardım et. Və bağışla o kəslər ki, qayıdıblar və tabe edirlər sənin yoluna və qoru onları cəhənnəm əzabından. Rəbbimiz öyrət bizə şükr edək sənin nemətinə, hansı ki, nemət verdin bizə və bizim valideynlərimizə. Ondan ötürü ki, əməllərimizi islah edək, hansı ki, sən ondan razı olasan. Və daxil et bizi öz rəhmətinə, salih bəndələrin içərisində olan halda. Rəbbimiz sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəfdir qayıdış. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Amin. Allah o böyükdür.